Ümumilli lider Heydər Əliyevin siyasi hakimiyyətə gəlişinin 57-ci il dönümünə həsr olunmuş arxiv sənədləri işığında 14 iyul 1969-cu il tarixi dönüş və Azərbaycanın milli inkişaf yolunun başlanğıcı mövzusunda tədbir keçirilmişdir. Toplantı Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin İctimai-Siyasi Sənədlər Arxivinin inzibati binasında keçirilmişdir. Əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzərək Ümumilli liderin xatirəsinə ehtiramını bildirmişlər. Daha sonra Ümumilli lider Heydər Əliyevin həyat yoluna, dövlətçilik fəaliyyətinə həsr olunmuş muzey və arxiv sənədləri, foto şəkillər, nəşrlərdən ibarət sərgi ilə tanışlıq olmuşdur. Əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilmiş, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Tədbiri giriş sözü ilə açan Prezidentin İşlər İdarəsinin İctimai-Siyasi Sənədlər Arxivinin direktoru Elmira Ələkbərova bildirmişdir ki, 1969-cu il iyulun 14-ü Azərbaycan tarixində mühüm dönüş nöqtəsi kimi qiymətləndirilir. Həmin tarixdə Heydər Əliyevin Respublika rəhbərliyinə seçilməsi ilə ölkənin sosial-iqtisadi, elmi, mədəni və ictimai-siyasi həyatında yeni inkişaf mərhələsinin əsası qoyulmuş, Azərbaycanın gələcək dövlətçilik konsepsiyasını formalaşdıran mühüm islahatlar həyata keçirilməyə başlanmışdır. Bu tarix sonrakı dövrlərdə müstəqil Azərbaycanın inkişaf strategiyasının ideya və idarəçilik təməllərinin formalaşmasına mühüm təsir göstərmişdir. Elmira Ələkbərova vurğulamışdır ki, arxiv sənədləri 1969-cu ildən etibarən Respublikanın müxtəlif sahələrində həyata keçirilən geniş miqyaslı dəyişiklikləri obyektiv şəkildə əks etdirir. Sənədlərdən görünür ki, sənaye, kənd təsərrüfatı, təhsil, elm, mədəniyyət, şəhərsalma və kadr hazırlığı istiqamətlərində qəbul edilmiş qərarlar Azərbaycanın uzun müddətli inkişafına xidmət etmişdir. Eyni zamanda milli mənəvi dəyərlərin qorunması, Azərbaycançılıq ideyasının möhkəmləndirilməsi və milli özünü dərkin inkişaf etdirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilmişdir. Elmira Ələkbərova onu da qeyd etmişdir ki, bu yaxınlarda 2 yeni kitab Heydər Əliyev və Azərbaycan Milli Mədəniyyəti silsiləsindən teatr və kino və musiqi mədəniyyəti kitabları nəşr olunmuşdur. Nəşrlərdə Ümumilli liderin 1969-1982-ci illərdə Azərbaycana rəhbərliyi dövründə milli mədəniyyətimizin inkişafına dair dövlət siyasətinə əks etdirən arxiv fondlarında mühafizə olunan çoxsaylı sənədlər ilk dəfə olaraq sistemli şəkildə geniş oxucu auditoriyasına təqdim olunmuşdur. Sonra söz Binəqədi rayon icra hakimiyyətinin başçısı İlxan Allahverdiyevə verilmişdir. O çıxış edərək bildirmişdir ki, 14 iyul 1969-cu il Azərbaycan dövlətçilik tarixində yeni inkişaf mərhələsinin başlanğıcı olmuşdur. Həmin tarixdə Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi vəzifəsinə seçilməsi Respublikanın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında yeni inkişaf mərhələsinin əsasını qoymuşdur. Məhz bu dövrdə həyata keçirilən məqsədyönlü idarəetmə siyasəti nəticəsində sənaye, kənd təsərrüfatı, elm, təhsil və mədəniyyət sahələrində mühüm nailiyyətlər əldə edilmiş, Azərbaycanın gələcək müstəqil dövlətçiliyi üçün möhkəm iqtisadi və intellektual baza formalaşdırılmışdır. İlxan Allahverdiyev onu da vurğulamışdır ki, bugün Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasəti məhz həmin strateji kursun müasir dövrün tələblərinə uyğun şəkildə davam etdirilməsinin bariz nümunəsidir. Azərbaycanın iqtisadi qüdrətinin artırılması, müasir infrastrukturun yaradılması, regionların sosial-iqtisadi inkişafı, enerji təhlükəsizliyi sahəsində əldə olunan uğurlar ölkənin beynəlxalq nüfuzunun yüksəlməsi və suverenliyinin tam təmin olunması
dövlətçilik siyasətinin ardıcıl şəkildə həyata keçirildiyini göstərir. Natiq sonra bildirdi ki, 14 iyul 1969-cu ildən başlanan inkişaf yolu Azərbaycan dövlətçilik tarixinin mühüm mərhələsini təşkil edir və bu siyasi irs bu gün də ölkənin tərəqqisinin, sabitliyinin və gələcək inkişafının etibarlı təməli kimi öz aktuallığını qoruyub saxlayır. Toplantı iştirakçılarından Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü Əli Həsənov, Milli Məclisin deputatı Rasim Musabəyov, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsal İsmailov, yazıcı publisist, fəlsəfə doktoru Dosent Şərəf Cəlilli çıxış edərək Heydər Əliyevin elmə, təhsilə və milli mənəvi dəyərlərimizin qorunmasına göstərdiyi əvəzsiz xidmətlərdən danışaraq qeyd etdilər ki, Heydər Əliyevin zəngin dövlətçilik irsində elm, təhsil və milli mənəvi dəyərlərin inkişafı xüsusi yer tutur. Ulu öndər xalqın tərəqqisinin, güclü dövlət quruculuğunun və milli kimliyin qorunmasının əsasını məhz yüksək təhsil, müasir elm və milli mənəvi dəyərlərə sədaqətdə görürdü. Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə elm və təhsilin inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biri olmuşdur. Onun təşəbbüsü ilə respublikada ali və orta ixtisas təhsili genişlənmiş, elmi tədqiqat müəssisələrinin maddi-texniki bazası möhkəmləndirilmiş, yüksək ixtisaslı milli kadrların hazırlanmasına xüsusi diqqət yetirilmişdir. Minlərlə Azərbaycanlı gəncin keçmiş SSR-nin nüfuzlu ali məktəblərində təhsil almasına şərait yaradılması, gələcək müstəqil Azərbaycanın intellektual potensialının formalaşdırılmasına mühüm töhfə vermişdir. Natiqlər onu da qeyd etmişlər ki, ümumilli lider Azərbaycan dilinin inkişafına, milli mədəni irsimizin, ədəbiyyatımızın, incəsənətimizin və tarixi mədəni abidələrimizin qorunmasına daim xüsusi qayğı göstərmişdir. Heydər Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində milli mənəvi dəyərlərimizin yaşadılması, xalqımızın tarixi yaddaşının qorunması və Azərbaycançılıq ideologiyasının möhkəmləndirilməsi dövlət siyasətinin ayrılmaz tərkib hissəsinə çevrilmişdir. Natiqlər qeyd etdilər ki, bugün Prezident İlham Əliyevin rəhbərliyi ilə ümumilli lider Heydər Əliyevin elm, təhsil və milli mənəvi dəyərlərin inkişafına dair müəyyən etdiyi strateji xətt uğurla davam etdirilir. Təhsil infrastrukturunun müasirləşdirilməsi, elmi fəaliyyətin dəstəklənməsi, rəqəmsal texnologiyaların təhsil sisteminə tətbiqi, Azərbaycan dilinin milli mədəni irsin və mənəvi dəyərlərimizin qorunması istiqamətində həyata keçirilən tədbirlər bunun əyani təzahürüdür. Heydər Əliyevin elmə, təhsilə və milli mənəvi dəyərlərimizə göstərdiyi diqqət və qayğı Azərbaycanın gələcək inkişafının möhkəm təməlini təşkil edir. Bu zəngin irsin qorunması, öyrənilməsi və gələcək nəsillərə çatdırılması hər bir vətəndaşın mühüm vəzifələrindən biridir.